Esselamu Aleyküm dostlar, hoş gördük sizleri. Bugün sizlerle en sade metodla Ərəbcə öğren kitabından növbəti dərsimize başlayırıq. Bugün artık bizim 12. dersimizdir. Biz keçən dərslərimizdə demişdik ki, bu kitab hər bir tələbənin müstəqil şəkildə özünün oxuyub başa düşəcəyi bir kitabdır. Lakin biz də öz növbəmizdə bunları dərs şəklində hazırlayırıq ya video şəklində hazırlayırıq ki, hər bir tələbə dərsi daha asan başa düşə bilsin. Yəni əlavə kömək məqsədi ilə. Bizim bugünkü dərsimiz başlıqdan da gördüyünüz kimi olacaq əd-damairu, yəni şəxs əvəzlikləri. İrəlidə sizə şəxs əvəzlikləri nə deməkdir, neçə qismə bölünür, hamısını inşallah ətraflı şəkildə izah eləyəcəyik. Beləliklə keçirik dərsimizə. Bismillah. Əd-damairu şəxs əvəzlikləri. Ərəb dilində şəxs əvəzliyinə əd-damiru deyilir. Onun cəmi isə əd-damairu şəklindədir. Yəni şəxs əvəzlikləri deməkdir. Yəni ərəb dilində əd-damairu sözü burada cəm halındadır. Yəni bu başlıqda olan söz cəm halındadır. Yəni onun təki əd-damiru, yəni şəxs əvəzliyi. Əd-damiru təkdədir. Əd-damairu isə cəmdədir. Bu dərsimizdə şəxs əvəzliyinin nə olduğunu və onun növlərini öyrənəcəyik. Şəxs əvəzliyi deyərkən mən, sən, o, biz, siz, onlar və s. nəzərdə tutulur. Şəxs əvəzlikləri isim kateqoriyasına daxildir və hamısı bina edilmişdir. Yəni onların son hərəkəsi dəyişməz qalır. Yəni burada bir neçə məqam var. İlk öncə bilmək lazımdır ki, ərəb dilində şəxs əvəzlikləri isim kateqoriyasına daxildir. Bunu birmənalı olaraq yadınızda saxlamanız yəni lazımdır. İkincisi bina edilmiştir. Bina edilmiştir nə deməkdir? Yəni hallanmır. Yəni hərəkəsi eyni formada qalır. İnşallah ərəb dərsində bunu ətraflı şəkildə izah edəcəyik. Beləliklə gördüyünüz kimi burada 76-cı səhifədir bu arada. Şəxs əvəzliklərini iki qrupa bölmüşük. Birinci, bu da ikinci. Nə deməkdir? İlk olaraq əd-damairul munfasilətu. Ayrı yazılan şəxs əvəzlikləri. İkinci isə əd-damairul muttasilətu, bitişik yazılan şəxs əvəzlikləri. Yəni ərəb dilində şəxs əvəzlikləri ya ayrı yazılan olur, ya da bitişik yazılan olur. Ərəb dilində şəxs əvəzlikləri iki əsas qrupa ayrılır. Ayrı yazılan şəxs əvəzlikləri və bitişik yazılan şəxs əvəzlikləri. Ayrı yazılan şəxs əvəzlikləri müstəqil şəkildə işlənir və cümlədə əsasən mübtada vəzifəsində olur. Yəni cümlənin başında gələrsə, mübtada olacaq. İnşallah irəlidə keçəcəyik onu. Mübtada indi hələ keçməmişik, o yüzdən bunlar sadəcə qeydlərdir. Bitişik yazılan şəxs əvəzlikləri isə başqa sözlərə, feilə, ismə və ya hərfə birləşərək işlənir və onlardan ayrı yazılmır. Yəni burada gördüyünüz kimi şəxs əvəzliklərini iki yerə bölmüşük. Ayrı yazılan, yəni ümumi olaraq müstəqil şəkildə yazılır və bitişik yazılan. Bitişik yazılan şəxs əvəzlikləri isə ya isimlərə birləşir, ya feillərə birləşir, ya da hərflərə. Yəni, ya isimlərin sonunda, ya feillərin sonunda, ya da hərflərin sonunda yazılır. Keçirik 77-ci səhifəyə. Gördüyünüz kimi burada əd-damairul munfasilətu, ayrı yazılan şəxs əvəzlikləri deyə bir başlıq var. Və burada cədvəl şəklində bir, belə deyək, yazı hazırlanıb. Və burada ilk öncə burada şəxs əvəzlikləri deyə qeyd var. Daha sonra mənaları, yəni şəxs əvəzliklər və onların mənaları. Və cədvəli biraz yuxarı çəkir ki, bütün şəxs əvəzlikləri düşsün burada. Bu şəxs əvəzlikləri ayrı yazılan şəxs əvəzlikləridir. İlk başdan deyək bunu. Və başlayırıq. Ənə. Tərcüməsi mən deməkdir. Kişi və qadın üçün eyni formada işlədilir. Nəhnu. Tərcüməsi biz deməkdir. Kişi və qadın üçün eyni formada işlədir. Yəni, ənə və nəhnu şəxs əvəzliyinin işlənmə forması həm qadınlarda, həm də kişilərdə və yaxud həm kişilərdə, həm qadınlarda eyni formada olur. Yəni, kişilər də, qadınlar da özləri haqqında danışdıqda eyni formada istifadə edilir. Yəni, bunun kişi və qadın cinsi yoxdur. Əntə. Tərcüməsi sən deməkdir. Kişi cinsi üçün işlədilir. Ənti. Tərcüməsi sən deməkdir, qadın cinsi üçün işlədilir. Bunların ikisini diqqət etmək lazımdır. Əntə, fəthə ilə kişi cinsi, kəsra ilə qadın cinsi.
Entumə tərcüməsi siz ikiniz deməkdir. Kişi və qadın cinsi üçün eyni formada işlədilir. Yəni entumə. Bu formada həm kişi həm qadın cinsi üçün eyni formada işlədilir. Entum tərcüməsi sizlər deməkdir. Kişi cinsi üçün işlədilir. Yəni kişi cinsinin cəmi üçün. Entunnə tərcüməsi sizlər deməkdir. Qadın cinsi üçün işlədilir. Yəni qadın cinsinin cəmi üçün. Huva tərcüməsi o deməkdir. Kişi cinsi üçün işlədilir. Hiyə tərcüməsi o deməkdir. Qadın cinsi üçün işlədilir. Humə tərcüməsi o ikisi deməkdir. Kişi və qadın cinsi üçün eyni formada işlədilir. Hum tərcüməsi onlar deməkdir. Kişi cinsi üçün işlədilir. Hunnə tərcüməsi onlar deməkdir. Qadın cinsi üçün işlədilir. Yəni burada gördüyünüz bu şəxs əvəzlikləri ayrı yazılan şəxs əvəzlikləri adlanır. Yəni bunlar cümlədə müstəqil şəkildə heç bir sözə birləşməyərək müstəqil şəkildə yazılırlar. Onun üçün bunlara ayrı yazılan şəxs əvəzlikləri deyilir. İndi keçirik bir-bir bu şəxs əvəzliklərinin izahına. Burada öncə bir yazı var, onu oxuyub daha sonra dərsə davam edəcəyik. Bu arada deməli 78-ci səhifədəyik. Cədvəldən də gördüyünüz kimi biz 12 şəxs əvəzliyini qeyd etmişik, yəni 12 ədəd. Ərəb dilində bu əvəzliklərə ayrı yazılan şəxs əvəzlikləri deyilir. Onların bu cür adlandırılmasının səbəbi bu əvəzliklərin müstəqil şəkildə yazılması və heç bir sözə, nə ismə, nə də feilə bitişməməsidir. Nəhv, qrammatika alimləri bu şəxs əvəzliklərini 3 qrupa ayırırlar. Deməli, ayrı yazılmağın səbəbi heç bir sözə birləşməməsidir. Yəni, nə feilə, nə ismə, nə də ümumi olaraq hərfə. Və nəhv alimləri, nəhv yəni qrammatika alimləri bu şəxs əvəzliklərini 3 yerə bölürlər. İndi onların hansı bölgəyə məruz qaldığını inşallah özümüz görəcəyik. İlk öncə birinci burada. Mən və biz şəxs əvəzliklərinə mütəkəllimun, özü haqqında danışan şəxs əvəzliyi deyilir. Yəni, əgər mən özüm haqqında deyirəmsə, məsələn, mən tələbəyəm, biz tələbəyik, biz özümüz haqqında danışan sayılırıq. Yəni, qrammatikada bu iki şəxs əvəzliyinə mütəkəllimun, yəni özü haqqında danışan şəxs əvəzliyi deyilir. Yəni, bir şəxs mən və ya biz deyirsə, o ya özü, ya da öz qrupu haqqında danışır. İkincisi, sən, siz ikiniz və sizlər şəxs əvəzliklərinə müxatabun, müraciət edilən, xitab olunan şəxs əvəzlikləri deyilir. Əgər mən deyirəmsə ki, sən, həm kişi, həm qadın cinsən, siz ikiniz, sizlər, yəni mən burada sizlərə xitab etmiş oluram. Yəni sizlərə müraciət etmiş oluram. Onun üçün bunlara müxatabun, xitab edilən şəxs əvəzlikləri deyilir. Bunlar əntə, ənti, əntumə, əntum, əntunnə. 5 ədəd şəxs əvəzliyidir. Üçüncüsü o ikisi və onlar şəxs əvəzliklərinə isə qaibun, danışıqda iştirak etməyən, mövcud olmayan şəxs əvəzlikləri deyilir. Yəni, bu da hansılardır? Huva, hiyə, humə, hum, hunnə. 5 dənə də şəxs əvəzlikləri bunlardır. Yəni, bunlara da qaibi deyilir. Qaibi nə deməkdir? Yəni, biz hal-hazırda, yəni bizim yanımızda olmayan bir şəxs haqqında danışırıq. Yəni, o bizlə bu danışıqda iştirak etmir və həmin şəxs və yaxud şəxslər qaib sayılır. Yəni, mövcud olmayan hal-hazırda bizimlə. Yəni, əgər siz bir şəxs haqqında danışırsınız və o hal-hazırda yanınızda deyilsə, bu zaman həmin şəxs əvəzliklərindən istifadə olunur. Deməli, özü haqqında danışan mən, biz, mütəkəllimun, sən, siz ikiniz, sizlər, müxatabun, yəni xitab olunan, müraciət edilən, o ikisi onlar. Bu şəxs əvəzliklərinə isə qaibun deyilir. Keçirik növbəti səhifəyə, səhifə 79-a. İlk öncə burada gördüyünüz kimi ənə şəxs əvəzliyindən başlayırıq. Ənə şəxs əvəzliyinin tərcüməsi mən deməkdir. Bu şəxs əvəzliyinin cümlədə işlənmə forması həm kişi, həm də qadın cinsində eyni olur. Yəni, istər qadın, istərsə də kişi bu şəxs əvəzliyindən istifadə edərkən eyni formada danışacaq. Sadəcə olaraq bu şəxs əvəzliyindən sonra gələn sözlərin kişi yaxud qadın cinsində olduğuna diqqət etmək lazımdır. Yəni, buradakı qeyddə gördüyünüz kimi, yəni bu şəxs əvəzliyi həm kişi, həm qadın cinsi üçün eyni formadadır. Yəni, bir kişi
öz haqqında ənə deyərək cümləyə başlayacaq məsələn. Bir qadın da öz haqqında ənə. Yəni bunun kişisi qadını yoxdur. Lakin nəyə diqqət etmək lazımdır? Ona diqqət etmək lazımdır ki, bu şəxs əvəzlidən sonra əgər bir kişi öz haqqında məlumat verirsə, mütləq şəkildə ondan sonra gələn söz də kişi cinsində olmalıdır. Əgər bir qadın öz haqqında məlumat verirsə, ondan sonra, yəni bu şəxs əvəzlidən sonra gələn söz nə olmalıdır? Qadın cinsində. Burada nümunələr var, gördüyünüz kimi. Misal olaraq, ənə mühəndisun kişi cinsini, görürsünüz burada kişi cinsi və qadın cinsi ayrı yazılıb. Ənə mühəndisun, mən mühəndisəm. Ənə mühəndisətun, mən mühəndisəm. Yəni qadın cinsi, bilirik ki, təmərbuta qadın cinsinin ən məşhur əlamətidir. Bunu keçmişik. Ənə müdərrisun, mən müəlliməm. Ənə müdərrisətun, mən müəlliməyəm. Ənə müminun, mən möminəm. Ənə müminətun, mən möminəyəm. Ənə muslimun, mən müsəlmanam. Ənə muslimətun, mən müsəlmanam. Yəni qadın cinsi. Ənə mudirun, ənə mudiratun, yəni mən müdirəm. Ənə talibun, ənə talibətun, yəni mən tələbəyəm, hər ikisi. Sadəcə kişi qadın cinsinə görə dəyişir. Ənə əbun, mən atayam. Ənə ummun, mən anayam. Ənə əxun, mən qardaşam. Ənə uxtun, mən bacıyam. Fikir versəniz, kişi cinsində işləndikdə ənə şəxs əvəzindən sonra gələn sözlər hamısı kişi cinsindədir. Qadın cinsində işləndikdə isə ənə şəxs əvəzindən sonra gələn sözlər hamısı nədir? Qadın cinsində işlədilmişdir. Keçirik nəhnu şəxs əvəzliyinə. Nəhnu şəxs əvəzliyi. Nəhnu şəxs əvəzliyi biz, bizlər deməkdir. Bu şəxs əvəzliyinin cümlədə işlənmə forması həm kişi, həm də qadın cinsində eyni olur. Yəni istər qadın, istərsə də kişi bu şəxs əvəzliyindən istifadə edərkən eyni formada danışır. Sadəcə olaraq bu şəxs əvəzliyindən sonra gələn sözlərin kişi və qadın cinsində olmasına diqqət etmək lazımdır. Bu şəxs əvəzindən sonra sözlər tək, ikilik, cüt və cəm halında gələ bilər. Yəni bu da eynən ənə şəxs əvəzliyi kimi kişi və qadın üçün eyni formada işlədilir. Sadəcə olaraq nəyə bilmək lazımdır? Yəni siz bu şəxs əvəzliyini istər tək şəxs üçün, istər cüt, yəni müsənnə, təsniyə, yəni cüt şəxs üçün, istərsə də cəm halda, yəni say 2-dən çox, 3 nəfər, 300 nəfər, 3000 nəfər və yaxud daha artıq nəfər şəxslər üçün işlədə bilərsiniz. İndi bu necə baş verir? İnşallah onu irəlidə öyrənəcəyik. Misal olaraq nəhnu mühəndisunə, biz mühəndisik, yəni mühəndislərik, kişi cinsi. Nəhnu mühəndisətun, biz mühəndisik, qadın cinsi. Yəni siz burada nəyə diqqət edəcəksiniz? Əgər kişi cinsindədirsə, bu cəm formalarını biz sizdən keçmişik. Yəni yuxarıdakı cəm nəhnu mühəndisunə, burada mühəndisunə sözü sağlam kişi cinsi cəmidir, çünki sonu vav və nunla bitir. Nəhnu mühəndisətun, bu da sağlam qadın cinsi cəmidir. Sonu əlif və tə hərfləri ilə bitir. Yəni, diqqət eləmək lazımdır ki, bu şəxs əvəzindən sonra, deməli, əgər işlədirsinizsə kişi cinsində, yəni kişi cinsinin cəmi üçün, diqqət eləmək lazımdır ki, kişi cinsinin cəmi üçün sözlər gəlsin. Qadın cinsinin cəmi üçün işlədirsinizsə, şərtdir ki, qadın cinsinin cəmi üçün işlədilsin. Daha sonra nəhnu müminunə, biz möminlərik. Nəhnu müminətun, biz möminələrik, yəni qadın cinsi. Fikir verin digər misallara, kişi cinsində nəhnu talibəni, biz ikimiz tələbəyik. Nəhnu talibətəni, biz ikimiz tələbəyik. Görürsünüz burada talibəni sözü cüddür, müsənnədir. Yəni talibun sözünün təsniyəsidir, yəni ikilik formasıdır. Nəhnu talibətəni, talibətəni sözü də bu deməli, talibətun sözünün nə idi? Cüd formasıdır. Gördüyünüz kimi bu şəxs əvəzindən sonra ikili cüd və cəm halında olan sözlər gəlmişdir. Keçirik 81-ci səhifəyə və burada bir yazı var. Nəhnu şəxs əvəzliyi bəzən tək şəxs üçün işlədilir. Lakin bu zaman uca tutma və böyüklük mənası daşıyır. Xüsusilə rəsmi və dini mətnlərdə, məsələn Quran-ı Kərimdə Allah Azze və Cəllə biz yaratdıq, biz ruzi veririk deyə bir neçə yerdə bildirir. Yəni, əgər siz Quran-ı Kərim oxuyursunuzsa və yaxud oxumuşsunuzsa və yaxud oxuyacaqsınızsa, siz orada bir çox yerdə biz ruzi verən bizik, öldürən bizik, dirildən bizik, yəni ümumi olaraq Allah Azze və Cəllə öz haqqında biz deyə xitab edir. Yəni bəllidir ki, Allahla yanaşı nə bir yaradan, nə bir ruzi verən, yəni ümumiyyətlə belə bir varlıq yoxdur. Lakin nə üçün Allah Azze və Cəllə orada biz deyə
xəbər verir. Misal olaraq Əuzu billahi mineşşeytanirracim. Nahnu xalaqnakum felawla tusaddiqun. Sizi biz yaratdıq. Nahnu. Yəni biz xalaqnakum sizi yaratdıq. Bəs nə üçün diriləcəyinizi təsdiq etmişsiniz? Fikir verirsiniz nahnu. Növbəti deməli ayədə وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ خَشْيَةَ إِمْلَاقٍ نَحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُمْ إِنَّ قَتْلَهُمْ كَانَ خِطْئًا كَبِيرًا. Kasıblıq qorxusu ilə övladlarınızı öldürməyin. Biz onların da sizin də ruzinizi veririk. Fikir verirsiniz burada biz. Nəhnu və burada nərzuquhum onları və iyyəkum yəni onlar da sizdə ruziləndiririk. Fikir verirsiniz burada nəhnu. Yəni bilinir ki Allah Azze və Cəllə ilə yanaşı ruzi verən yoxdur. Və qeyd oxuyuruq burada. Gördüyünüz kimi qeyd etdiyimiz iki ayədə Allah Azze və Cəllə biz yaratdıq, biz ruzi veririk deyir. Bəllidir ki Allah Azze və Cəllə ilə yanaşı nə bir yaradan, nə də bir ruzi verən vardır. Yəni yoxdur. Bu kimi ayələrdə Allah Azze və Cəllə özünü ucaldaraq və əzəmətləşdirərək bəyan edir. Yəni burada Quran-ı Kərimdə bu nəhnu şəxs əvəzindən istifadə edilməsi nəyi bildirir? Yəni Allah Azze və Cəllənin özünü ucaltması, yəni əzəmətləşdirilməsi. Məsələn, başqa bir dünyavi misal çəkmək istəsək, deyə bilər ki, ümumi olaraq bir nəfər məsələn bir kitab yazır və deyir ki, ona sual verirlər ki, bu kitabı necə yazdınız məsələn? O da deyir ki, biz bu kitabı halbuki tək öz yazıb. Deyir ki, biz bu kitabı çox çətinliklə yazmışıq. Əslində kitabı yazan təkdir, lakin o özünü sanki belə deyək, bir belə deyək də ucaldır. Özünü biraz sanki bu kitabı bir neçə nəfər tərəfindən yazıldığını belə deyək, bəyan eləyir. Yəni burada əslində bir neçə məqsəd ola bilər onu biz şəxs əvəzliyindən istifadə olunmasında. Lakin ümumi olaraq Quran-ı Kərimdə xüsusilə ayələrdə gələn yerdə bu sizi çaşdırmasın. Yəni orada Allah Azze və Cəllənin özünü ucaldaraq əzəmətləşdirilməsi bəyan edilir. Keçirik növbəti 82-ci səhifəyə. Burada iki şəxs əvəzliyi eyni anda, yəni eyni səhifədə verilmişdir ki, ümumiyyətlə necə işlədildiyini tam olaraq ayırd edə biləsiniz. Gördüyünüz kimi burada əntə bir də ənti şəxs əvəzliyi. Əntə və ənti şəxs əvəzlikləri sən deməkdir. Yəni bunların tərcüməsi ikisi də sən demək. Sadəcə burada fərq hərəkədədir. Kişidə əntə, qadında ənti. Əntə kişi cinsi üçün, ənti isə qadın cinsi üçün istifadə olunur. Misal olaraq kişi cinsi əntə mühəndisun, sən mühəndissən. Qadın cinsi üçün ənti mühəndisətun, sən mühəndissən. Yəni kişidə mühəndisun, qadında mühəndisətun. Əntə müdərrisun, sən müəllimsən. Ənti müdərrisətun, sən müəlliməsən. Əntə müminun, ənti müminətun. Əntə muslimun, ənti muslimətun. Sən müsəlmansan. Məsələn, əntə mudirun, ənti mudiratun. Hər ikisi də sən müdirsən. Burada iki dənə fərqli misal var. Kişi cinsində həl əntə talibun, sən tələbəsənmi? Kişi cinsi üçün əntə. Qadın cinsi üçün isə həl ənti talibətun, sən tələbəsənmi? Gördüyünüz kimi hər iki şəxs əvəzliyini cümlələrdə işlətdik. Bu şəxs əvəzliklərindən istifadə edərkən onlardan sonra gələn sözlərin kişi və qadın cinsində olduğuna diqqət etmək lazımdır. Yəni əntədirsə kişi cinsində olan söz gələcək. Ənti olaraq şəxs əvəzliyi istifadə edilərsə ondan sonra gələn qadın cinsində olacaq. Səhifə 83. Bu şəxs əvəzliyi əntumə. Yəni siz ikiniz. Əntumə şəxs əvəzliyinin tərcüməsi siz ikiniz deməkdir. Bu şəxs əvəzliyinin cümlədə işlənmə forması həm kişi, həm də qadın cinsində eyni olur. Yəni istər qadın, istərsə də kişi bu şəxs əvəzliyindən istifadə edərkən eyni formada danışır.
Sadəcə olaraq bu şəxs əvəzliyindən sonra gələn sözlərin kişi və qadın cinsində olmasına diqqət etmək lazımdır. Misal olaraq, Entumə mühəndisəni. Siz ikiniz mühəndissiniz, kişi cinsi. Entumə mühəndisətəni. Siz ikiniz mühəndissiniz, qadın cinsi. Yəni, kişi cinsində entumə. Yəni, bu şəxs əvəzliyi cüt, yəni müsənnə. İkilik haqqında nəzərdə tutulub. Yəni, entumə, siz ikiniz deyildi. Yəni, burada iki nəfər, belə deyə, qəsd olunur. Ona görə bu şəxs əvəzliyini işlədərkən diqqət etmək lazımdır ki, ondan sonra gələn söz nə olsun? Cüt olsun. Və kişi cinsi üçün işlədirsinizsə, şəxs əvəzliyindən sonra gələn söz kişi cinsində olacaq. Qadın cinsi üçün işlədirsinizsə, bu şəxs əvəzliyindən sonra gələn söz qadın cinsində olacaq. Misalları oxuyuruq. Entumə müdərrisəni. Siz ikiniz müəllimsiniz. Entumə müdərrisətəni. Siz ikiniz müəlliməsiniz. Entumə müdirani. Siz ikiniz müdirsiniz. Entumə müdiratəni. Siz ikiniz müdirsiniz. Kişi və qadın cinsində. Yəni, göy rəng kişi cinsi, qırmızı rəng qadın cinsi. Gördüyünüz kimi, entumə şəxs əvəzliyinə aid nümunələri qeyd etdik. Bu şəxs əvəzliyindən sonra gələn sözlərin cüt, ikilikdə olmasına diqqət etmək lazımdır. Çünki bu şəxs əvəzliyi cüt, iki nəfər üçün nəzərdə tutulub. Bunu da bitirdik. Keçirik cəmdə olan entum və entunə şəxs əvəzliklərinə. Bu şəxs əvəzliyi də cəm halında sözlər üçün nəzərdə tutulub. Entum və entunnə şəxs əvəzliklərinin tərcüməsi siz, sizlər deməkdir. Yəni, iki tərcümə var. Siz, sizlər. Yəni, bunlar ikisi də eyni mənanı verir. Entum kişi cinsi, entunnə isə qadın cinsi üçün istifadə olunur. Bu şəxs əvəzliklərindən sonra gələn sözlərin cəm formada olmasına diqqət etmək lazımdır. Çünki bu əvəzliklər cəm halında olan sözlər üçün nəzərdə tutulub. Misal olaraq, entum mühəndisunə. Sizlər mühəndislərsiniz. Entunnə mühəndisətun. Sizlər mühəndislərsiniz. Yəni, kişi cinsində mühəndisunə, qadın cinsində isə mühəndisətun. Kişi cinsində entum müminunə. Sizlər möminlərsiniz. Qadın cinsində entunnə müminətun. Sizlər möminlərsiniz. Kişi cinsində entum muslimunə. Sizlər müsəlmanlarsınız. Qadın cinsində entunnə muslimətun. Sizlər müsəlmanlarsınız. Qadın cinsi. Gördüyünüz kimi, entum və entunnə şəxs əvəzliklərini cümlədə işlətdik. Bu iki şəxs əvəzliyinin tərcüməsi eyni olsa da, hər biri ayrı-ayrılıqda kişi və qadın cinsinə aiddir. Keçirik növbəti şəxs əvəzliyinə. Huva və hiyə. Huva və hiyə şəxs əvəzliklərinin tərcüməsi o deməkdir. Huva kişi cinsi üçün, hiyə isə qadın cinsi üçün istifadə olunur. Bu iki şəxs əvəzliyi həm aqil, həm də qeyri-aqil varlıqlar üçün işlədilə bilər. Misal olaraq, huva mühəndisun, o mühəndistir. Hiyə mühəndisətun, o mühəndistir, qadın cinsi. Huva müdərrisun, o müəllimdir. Hiyə müdərrisətun, o müəllimədir. Huva müminun, o mömindir. Hiyə müminətun, o möminədir. Huva muslimun, o müsəlmandır. Hiyə muslimətun, o müsəlmandır, qadın cinsi. Sual-cavab şəklində bir cümlə təqdim olunub burada. Misal olaraq sual, eynəl kitabu, kitab haradadır? Cavab, huva aləl məktəbi, o yazı masasının üzərindədir. Yəni, huva və hiyə şəxs əvəzliklərini qeyri-aqillər üçün istifadə edə bilərsiniz burada. Yəni, o deyilmək istəyir. Eynəs səyyəratu, maşın haradadır? Cavab, hiyə fil xarici, o çöldədir. Yəni, bu şəxs əvəzliklərini istəsəniz, aqillər, yəni insanlar, istəsəniz qeyri-aqillər haqqında işlədə bilərsiniz. Keçirik növbəti 86-cı səhifəyə. Humə. Humə şəxs əvəzliyinin tərcüməsi o ikisi deməkdir. Bu şəxs əvəzliyinin cümlədə işlənmə forması həm kişi, həm də qadın cinsində eyni olur. Yəni, istər qadın, istərsə də kişi bu şəxs əvəzliyindən istifadə edərkən eyni formada danışır.
Sadəcə olaraq bu şəxs əvəzliyindən sonra gələn sözlərin kişi və qadın cinsində olmasına diqqət etmək lazımdır. Misal olaraq, huma mühəndisəni kişi cinsi, o ikisi mühəndisdir. Huma mühəndisətəni, o ikisi mühəndisdir, qadın cinsi. Fikir verirsiniz, kişi cinsində mühəndisəni, qadın cinsində mühəndisətəni. Yəni biz bunu, bu cüt isimlər necə düzəlir, onu biz keçmişik. Kişi cinsində huma müdərrisəni, o ikisi müəllimdir. Huma müdərrisətəni, o ikisi müəllimədir, qadın cinsi. Huma müdirani, o ikisi müdirdir, kişi cinsi. Huma müdiratəni, o ikisi deməli müdirdir, qadın cinsi. Gördüyünüz kimi huma şəxs əvəzliyinə aid nümunələri qeyd etdik. Bu şəxs əvəzliyindən sonra gələn sözlərin cüt ikilikdə olmasına diqqət etmək lazımdır. Çünki bu şəxs əvəzliyi cüt iki nəfər üçün nəzərdə tutulub. Keçirik hum bir də hunnə şəxs əvəzliklərinə. Hum və hunnə şəxs əvəzliklərinin tərcüməsi onlar deməkdir. Hum kişi cinsi, hunnə isə qadın cinsi üçün istifadə olunur. Bu şəxs əvəzliklərindən sonra gələn sözlərin cəm formada olmasına diqqət etmək lazımdır. Çünki bu əvəzliklər cəm halında olan sözlər üçün nəzərdə tutulub. Misal olaraq, hum mühəndisunə, onlar mühəndislərdir. Hunnə mühəndisətun, onlar mühəndislərdir, qadın cinsi. Hum mu'minunə, onlar möminlərdir, kişi cinsi. Hunnə mu'minətun, onlar möminələrdir, qadın cinsi. Hum muslimunə, onlar müsəlmanlardır, kişi cinsi. Hunnə muslimatun, onlar müsəlmanlardır, qadın cinsi. Gördüyünüz kimi hum və hunnə şəxs əvəzliklərini cümlədə işlətdik. Bu iki şəxs əvəzliyin tərcüməsi eyni olsa da, hər biri ayrı-ayrılıqda kişi və qadın cinsinə aiddir. Beləliklə, ayrı yazılan şəxs əvəzliklərinin tərcüməsini və cümlədə necə işlədilməsini izah etdik. Qeyd etdik ki, bu əvəzliklər ayrı yazılan şəxs əvəzlikləri, yəni bu əvəzliklərə ayrı yazılan şəxs əvəzlikləri deyilir. Çünki onlar sözlərə bitişməyərək ayrıca yazılırlar. Başqa bir məqam da odur ki, bu şəxs əvəzlikləri isim kateqoriyasına daxildir. Bunu biz başda qeyd etmişdik. Qeyd etdiyimiz şəxs əvəzliklərinin cümlədəki irabı, yəni hallanması isə irəlidəki dərslərimizdə izah ediləcək. Yəni, ümumi olaraq biz hal-hazırda şəxs əvəzliklər haqqında, yəni ayrı yazılan şəxs əvəzliklər haqqında məlumat verdik və inşallah irəlidə bu şəxs əvəzliklərinin cümlə tərkibində irabı da baş verəcək. Əsas olacaq bu ikinci cilddə inşallah, kitabın ikinci cildində. Keçirik deməli bitişik yazılan şəxs əvəzliklərinə. Burada gördüyünüz kimi əd-damairul muttasilətuh bitişik yazılan şəxs əvəzlikləri bir başlığı var. İndi bitişik yazılan şəxs əvəzlikləri nədir və onlar nə üçün bu cür adlandırırlar? İnşallah onu təyin edəcəyik. Belə ilə başlayırıq. Şəxs əvəzlikləri dərsinə başlayarkən qeyd etmişdik ki, şəxs əvəzlikləri iki qrupa bölünür. Ayrı yazılan şəxs əvəzlikləri və bitişik yazılan şəxs əvəzlikləri. Ayrı yazılan şəxs əvəzliklərini və onların 12 ədəd olduğunu qeyd etdik. Bu dərsimizdə isə bitişik yazılan şəxs əvəzlikləri mövzusuna baxacağıq. Ərəb dilində bitişik yazılan şəxs əvəzlikləri 3 qrupa ayrılır. Biz bu kitabda həmin bu 3 qrup barədə qısa və sadə şəkildə məlumat verəcəyik. Ərəb dilində bitişik yazılan şəxs əvəzlikləri həm isimlərin, həm də feillərin sonuna artırıla bilər. İsimlərin sonuna artırılan şəxs əvəzlikləri mənsubiyyət bildirir. Yəni, bir şeyin başqa bir şeyə mənsub və ya aid olduğunu bildirir. Bunu izah edəcəyik inşallah. İlk olaraq isimlərin sonuna bitişən şəxs əvəzlikləri haqqında məlumat verəcəyik. Bunun üçün bir neçə nümunə isim verib, daha sonra həmin isimlərin sonuna şəxs əvəzliklərini bitişdirərək deməli, mövzunu izah edəcəyik. Nümunə isimlər. Əslində, burada bir neçə qeyd var idi. İlk öncə bilmək lazımdır ki, bu şəxs əvəzlikləri həm isimlərin, həm feillər, həm də hərflərin sonuna bitişə bilir. Burada qeyd edilir ki, isimlərin sonuna bitişdiyi də mənsubiyyət bildirir.
Yəni irəlidə keçəcəyimiz mudaf və mudafun ileyh izafə qaydası var. Həmin o qaydaya aid olan mudafun ileyh olur. İnşallah bunu irəlidə izah edəcəyik. Burada nümunə isimlər verilib. Yəni nümunə isimlər nə deməkdir? Yəni biz şəxs əvəzliklərini bu isimlərin sonuna bitişdirəcəyik və tərcüməsi necə alınacaq və hansı formanı alındığını sizlərə göstərəcəyik. Nümunə isimlər bunlardır. Kitabun kitab, qələmun qələm, dəftərun dəftər. Yəni bəsit 3 dənə elə Azərbaycan dilində olan sözlərdir. İndi keçirik deməli 90-cı səhifəyə. Gördüyünüz kimi burada 3 ədəd isim qeyd etmişik. Yəni az öncəki kitab, qələm və dəftər sözünü. Bu isimlər bildiyimiz sadə isimlər olduğu üçün nümunələri hər dəfəsində eyni gətirəcəyik ki, dərsi rahat şəkildə başa düşmək mümkün olsun. Biz keçən dərsimizdə ənə şəxs əvəzliyi haqqında danışdıq və qeyd etdik ki, bu əvəzliyin tərcüməsi mən deməkdir. Bu dərsimizdə isə həmin şəxs əvəzliyini öyrənəcəyik. Yəni biz ənə şəxs əvəzliyi haqqında danışmışdıq. Yəni bu dərsimizdə isə mənim şəxs əvəzliyini öyrənəcəyik. Yəni belə deyək. Mən və mənim. Bunları biz ayrı-ayrı götürəcəyik ki, yəni bunu tam olaraq necə şəxs əvəzliyi, yəni ismə bitişərkən və yaxud ayrı yazılarkən biz bunu necə istifadə edək, onu öyrənəcəyik. Misal olaraq kitabun kitab bildiyimiz. İndi kitaba işarə edirik. Həzə kitabun bu kitabdır. İndi demək istəyir bu mənim kitabdır. Deyir ki, həzə kitabi. Burada kitabi sözündə bu gördüyünüz bu yə ismin sonuna kitab, yəni isimdir. İsmin sonuna birləşən yə bitişi yazılan şəxs əvəzliyidir. İndi oxuyuruq. Burada bəzi qeydlər var. Gördüyünüz kimi 3 cümlə qeyd etmişik. Birinci cümlədə kitab sözü, yəni kitab sözünü tək halda müstəqil olaraq yazmışıq. Yəni kitabın burada. İkinci cümlədə kitab sözünə həzə işarə əvəzliyi ilə işarə etmişik. Yəni həzə kitabun. Üçüncü cümlədə isə kitabun sözünün sonuna yə hərfi birləşmişdir. Baxın, burada hərf deyə bildiririk, lakin yadınızda saxlayın ki, bu şəxs əvəzliyi hərf kateqoriyasına daxil deyil. Ümumiyyətlə şəxs əvəzlikləri isim kateqoriyasına daxil. Sadəcə burada şəxs əvəzliyini tərif edərkən, yəni bu hərf, yəni bir dənə hərfdən ibarət olduğu üçün. Lakin bu şəxs əvəzliyi nədir? İsim kateqoriyasına daxildir. Bu yə hərfinə bitişik yazılan yəni bu yə hərfinə bitişik yazılan şəxs əvəzliyi deyilir. Bu şəxs əvəzliyinin tərcüməsi mənim deməkdir. İsimlərə birləşdikdə mənsubiyyət bildirir. Yəni bir şeyin bir kiməsə mənə, yəni aid olduğunu göstərir. Yəni burada həzə kitab, yəni kitabın mənə aid olduğu qeyd olunur burada. Ona görə mənsubiyyət, yəni kitab mənə mənsubdur. Növbəti misal, məsələn, misal olaraq kitabi, qələmi, dəftəri. Yəni kitab, qələm və dəftər sözünün sonuna sadəcə yə şəxs əvəzliyi artaraq onu özümüzə nisbət etmiş oluruq. Gördüyünüz kimi kitab, qələm və dəftər sözlərinin sonuna qırmızı rənglə yazılan yə şəxs əvəzliyini qeyd edilib. İrəlidəki dərslərimizdə digər bitişik yazılan şəxs əvəzliklərinə aid nümunələr qeyd ediləcək. Bəli, burada gördüyünüz kimi isimlərə və feillərə bitişən şəxs əvəzliklərinin cədvəli. Yəni burada olan bu şəxs əvəzlikləri həm isimlərə, həm də feillərə bitişə bilir. İnşallah. Cədvəli biraz balacalaşdırdıq ki, ümumi olaraq bu şəxs əvəzlikləri ekranda görsənsin. Burada ilk olaraq bitişik yazılan şəxs əvəzlikləri, daha sonra mənaları deyə qeyd olunub. Diqqətli olun. İlk öncə bu gördüyünüz yə, az öncə biz həmin o kitab, qələm və dəftər sözünün sonuna artırdıq, odur. Y, yəni y. Tərcüməsi mənim deməkdir. Kişi və qadın üçün eyni formada işlədilir. Sözün sonuna birləşdikdə i səsini verir. Yəni biz orada deyəndə ki, bu mənim kitabımdır, deyirdik ki, kitabi, yəni orada i səsini verirdi. Nə? Tərcüməsi bizim deməkdir. Kişi və qadın üçün eyni formada işlədilir. Kə. Tərcüməsi sənin deməkdir. Kişi cinsi üçün işlədilir. Fikir verin hər kəsinə kə. Ki. Tərcüməsi sənin deməkdir. Qadın cinsi üçün işlədilir. Bunların hərəkətlərinə diqqət edin.
Kumə tərcüməsi sizin ikinizin deməkdir. Kişi və qadın üçün eyni formada işlədilir. Kum tərcüməsi sizlərin deməkdir. Kişi cinsi üçün işlədilir. Kunnə tərcüməsi sizlərin deməkdir. Qadın cinsi üçün işlədilir. Hu, yəni həm bu formada yazılır, həm də bu cür dairə formada gəlir. Bunun üzərində hərəkət olur. Tərcüməsi onun deməkdir. Kişi cinsi üçün işlədilir. Hə, uzatma ilə, yəni iki formada yazılır, gördüyünüz kimi. Tərcüməsi onun deməkdir. Qadın cinsi üçün işlədilir. Humə, o ikisi. Tərcüməsi o ikisinin deməkdir. Kişi və qadın cinsi üçün eyni formada işlədilir. Hum tərcüməsi onların deməkdir. Kişi cinsi üçün işlədilir. Hunnə tərcüməsi onların deməkdir. Qadın cinsi üçün işlədilir. Siz deyə bilərsiniz ki, bəs biz bunları kumə və yaxud humə, hum, hunnə, bunları biz dedik axı onlar yox. Bunlar belə deyək də, isimlərin sonuna birləşdikdə onların, o ikisinin, onun bu kimi şəkillər alır. Yəni bunlar birləşdiklərinə görə bu cür tələffüz olunurlar. Yəni o şəxs əvəzliklər deyil. Onlar ayrı yazılan şəxs əvəzliklərdir. Bunlar isə bitişik yazılan şəxs əvəzlikləri. Keçirik deməli növbəti səhifəyə. Gördüyünüz kimi cədvəldə bitişik yazılan şəxs əvəzliklərini qeyd etmişik. Bu şəxs əvəzlikləri həm isimlərə, həm də feillərə, həm də hərflərə birləşə bilir. Bu dərsimizdə onların isimlərə birləşmə qaydasını öyrənəcəyik. Feillərə və hərflərə birləşmə qaydasını isə irəlidəki dərslərimizdə qeyd edəcəyik. Bu dərsimiz biraz uzundur. Səbirli olub sona qədər izləməniz tövsiyə olunur. Yəni iki hissəyə də bölə bilərsiniz. Yəni ayrı yazılan şəxs əvəzlərini tək izləyə bilərsiniz. Bitişik yazılan şəxs əvəzlərini də ayrılıqda, yəni istirahət eləyərək. Bitişik yazılan şəxs əvəzliklərinin cümlədə işlədilməsi. İndi cümlədə işlədəcəyik. Məsələn, kişi və qadın cinsi üçün həzə kitəbi, bu mənim kitabımdır. Yəni istəsəz bu mənimi fikir versiniz, burada mötəriz içərisində yazmışıq. Yəni bu kitabımdır. Bu mənim kitabımdır. Hər ikisi eyni mənaya gəlir. Kişi və qadın cinsi üçün eynidir. Həzə kitəbi. Yəni bir qadın da bir kişi də öz haqqında deyəndə ki, bu mənim kitabımdır, eyni formada işlədəcək. Kişi və qadın cinsində nə? Həzə kitəbunə. Bu bizim kitabımızdır. İndi kişi cinsi üçün həzə kitəbukə. Yəni siz bir nəfərə sanki xitab eləyirsiniz. Bu sənin kitabındır. Həzə kitəbukə. Hər kəsin diqqət edin. Qadın cinsində həzə kitəbuki. Bu sənin kitabındır. Kişi cinsində həzə, kişi və qadın cinsində, yəni bunlar ikisi eynidir. Həzə kitəbukumə. Bu sizin ikinizin kitabıdır. Yəni bu ikinizin kitabıdır. Sizin ikinizin eyni mənaya gəlib çıxır. İndi həzə kitəbukum. Bu sizin kitabınızdır. Yəni kişi cinsinin cəminə siz deyirsiniz. Bu sizin, yəni sizlərin kitabıdır. Qadın cinsində həzə kitəbukunnə. Sonlarına fikir verin. Kişi cinsində kum, qadın cinsində kunnə. Bu sizin kitabınızdır. Kişi cinsində həzə kitəbuhu. Bu onun kitabıdır. Qadın cinsində həzə kitəbuhə. Bu onun kitabıdır. Daha sonra həzə kitəbuhumə. Bu o ikisinin kitabıdır. Humə. Fikir verirsiniz. Kişi və qadın cinsi üçün eyni. Kişi cinsi üçün həzə kitəbuhum. Bu onların kitabıdır. Kişi cinsi. Həzə kitəbuhunnə. Bu onların kitabıdır. Qadın cinsi. Fikir verirsiniz. Yəni burada olan şəxs əvəzliklərini biz sadəcə bir, yəni kitab sözünün sonuna birləşdirmişsiniz. İstədiyiniz ismi götürürsünüz. Bu şəxs əvəzliklərini yapışdırırsınız həmin o ismin sonuna və sonda belə deyək, tərcümə əldə olunur. Yəni belə bir qayda ortaya çıxır. Yəni kitab sözünün yerinə qələm, maşın, ev, hansı sözü istəsəz qoya bilərsiniz. Yəni eyni forma olacaq. Keçirik deməli 95-ci səhifəyə. Gördüyünüz kimi kitabun sözünün sonunda qırmızı rənglə şəxs əvəzlikləri qeyd edilmişdir. Az öncəki belə deyək yazılarda.
İstədiyiniz sözü ismi mənsubiyyət halına salmaq istəsəniz, onun sonuna bu şəxs əvəzliklərini əlavə etmək kifayətdir. Yəni bir şeyi özünüzə aid etmək istəsəniz kiməsə, özünüzə və yaxud kiməsə, həmin bu şəxs əvəzliklərini həmin sözün sonuna artırırsınız. Şəxs əvəzliklərinin hərflərə birləşməsi. Demişdik ki, hərflər, yəni hərflər, hərf-ucarlar falan, yəni bunlar nəzərdə tutulur. Keçən dərsimizdə hərf-ucarlar haqqında sizlərə məlumat vermişdik və demişdik ki, hərf-ucarlar ismin əlamətlərindən biridir. Hərf-ucarlardan sonra gələn sözlər isim olur. Bu dərsimizdə isə şəxs əvəzliklərinin hərf-ucarlara birləşməsi nümunələr üzərindən, birləşməsini yəni nümunələr üzərindən izah edəcəyik. Misal olaraq min hərf-ucarı keçmişi, tərcüməsi dandən idi. İndi demək istəyir məndən. Deyirik minni, məndən, minkə, səndən, minhu, ondan, minhunnə, onlardan. Yəni burada 4 ədəd cəmi biz belə deyə şəxs əvəzliyi qeyd edilmiş. İstədiyin şəxs əvəzliyini bu hərf-ucara birləşdirib, daha sonra belə deyə cümlədə işlədə bilərsiniz. Gördüyünüz kimi min hərf-ucarının sonunda bitişi yazılan şəxs əvəzliyi əlavə etdik. Daha öncə də qeyd etdiyimiz kimi min deməli hərf-ucarının tərcüməsi dandan olduğu üçün şəxs əvəzliyi ilə birlikdə məndən, səndən, ondan mənalarını verir. Bu hərfi sadəcə misal olaraq qeyd etmişik. İndi əlavə misallarda digər şəxs, belə deyək, hərf-ucarlarla həmin o şəxs əvəzlərinin işlədilməsidir. Əlavə misallar. Məsələn, aleykə, sənin üzərinə. Yadınıza gəlir, biz bu şəxs hərf-ucarların mənalarını izah edərkən demişdik ki, məsələn, vacib, alə, məsələn, vacibliyi bildirir falan. Ora qayıdıb həmin əsl mənalarını oradan yenidən oxuya bilərsiniz. Yəni, həmin səhifədən. Aleykə, sənin üzərinə. İleyhə, ona tərəf, qadın cinsi. Anhum, onlar haqqında. Minkumə, sizin ikinizdən. Fihi, ondan. Ləkum, sizlərin. Ləhu, onun üçün. Fihə, onda. Minki, səndən. Aleyhim, onların üzərinə. Fikir verirsiniz burada. Yəni, hərəkələrə diqqət edirsiniz. Məsələn, minki. Burada bilinir ki, bu ki qadın cinsidir. Məsələn, kə kişi cinsidir. Və digər misalları da oxuyacağıq burada inşallah. Ayədə deyir ki, Əuzubillahimineşşeytanirracim. Əllezîne saberu və alə rabbihim yetevekkelun. Onlar səbirli olanlar və ancaq Rəbbinə təvəkkül edənlərdir. Alə rabbihim. Fikir verirsiniz, rabbihim. Yəni öz Rəblərinə. Rabbihim. Növbəti deməli ayədə deyilir İnnə nəhnu nuhyil məvtə və nəktubu mə qaddəmu və əsərəhum və kullə şeyin əhsaynəhu fi imamin mubin. Həqiqətən ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan bizik. Biz hər şeyi açıq aydın yazıda, lövh-i məhfuzda, yəni qeydə almışıq. Gördünüz ki, burada İnnə, həqiqətən biz, nəhnu, biz, az öncə biz keçdiyimiz o ayrı yazılan şəxs əvəzlərində, yəni burada da ona ibrətlər var. Yəni görürsünüz burada əsərahum, fikir verirsiniz. Burada yəni ismin sonuna bitişib. Lakin burada olan bu əhsaynə sözünə fikir verməyin. Bəli, Yasin surəsi 12. Digər ayədə Təbərəkəl-ləzî nəzzələl-furqanə alə abdihi liyəkûnə lil'aləminə nəzîrə. Aləmləri xəbərdar etməsindən ötürü öz quluna Furqanı, yəni Quranı nazil edən Allah necə də xeyirxahdır. Deməli, Furqan 1. Burada da abdihi, öz quluna. Bəli. Növbəti ayədə Allah Azze və Cəllə deyir Kəzzəbət qabləhum qavmu Nuhin fəkəzzəbu abdənə və qalu məcnunun vəzducir.
onlardan əvvəl Nuh qövmü də haqqı təkzib etmiş və bəndələrimizi yalanlayaraq o divanədir deyib onu təhdid etmişdilər. İsra 31. Yəni görürsünüz burada qabləhum abdənə qabləhum onlardan deməli qablə burada isimdir. İnşallah keçəcəyik bunları zərflər dərsində. Abdənə burada yəni bizim belə deyək qulumuzu, bəndəmizi yəni abdənə. Bu da 96-cı səhifə idi. İndi biz feillərə bitişi yazılan şəxs əvəzliklərinin deməli cədvəlini inşallah irəlidə nəzərdən keçirəcəyik. Feillərə bitişi yazılan şəxs əvəzliklərinin cədvəli. İlk öncə bilmək lazımdır ki, feillər isimlərə təsiri baxımından iki növə ayrılır. Təsirli və təsirsiz feillər. Yəni feillər, ümumiyyətlə biz sizdən feili keçmişik kitabın əvvəlində. Feil nədir? Feilin əlamətlərinin hamısını izah etmişik. Və zaman baxımından üç yerə ayrıldığını izah etmişdik. Dedik ki, keçmiş zaman, indiki zaman və əmr forması. Gələcək zamanda sin və səvfə hərflərini feilin önünə artırırıq. Gələcək zaman deməli düzəlirdi. Feilin əlamətlərini keçmişik. Qad, sin, səvfə, bir də sukunlu tə hərfi. İndi burada təzə bir yeni bir şey deyil. Deyir ki, feillər isimlərə baxımından, təsir baxımından, yəni iki qrupa bölünür. Təsirli və təsirsiz feillər. İndi bu nə deməkdir? Bu kitabda ətraflı şəkildə izah eləmişik. İnşallah irəlidə izah eləyəcəyik. Bu dərsimizdə sadəcə olaraq bəzi nümunə feilləri götürüb onları cümlələrdə işlədəcəyik. Feillərə birləşik yazılan şəxs əvəzliklərini izah edərkən nümunə olaraq bir feil cədvəldə göstəriləcək. Bu feili seçməkdə məqsəd şəxs əvəzliklərinin feillərlə necə işlənməsini daha asan şəkildə öyrənməkdir. Yəni biz sadəcə cədvəldə, yəni kitabın səhifəsində yazılar normal düşsün deyə, ona görə sadəcə bir feili götürürük. Həmin feili şəxs əvəzliyi ilə birlikdə, bütün şəxs əvəzlikləri birlikdə belə deyək, zamanlara görə işlədirik və feilin necə dəyişdiyini inşallah şahid olacaq. Cədvəldə nümunə kimi zəhəbə feili göstəriləcək. Bu feil getdi mənasındadır. Yəni zəhəbə feilinin mənası, yəni o getdi deməkdir əslində. O getdi. Bitişik yazılan şəxs əvəzliklərini bu feilin sonuna əlavə edərək dərsi izah edəcəyik. Gördüyünüz kimi burada bir cədvəl var. Düz cədvəlin tam düşməyəcək inşallah, ancaq çalışacaq bütün hissələr düşsün. Bəli. Deməli burada olan zəhəbə feilini götürürük. Gördüyünüz kimi burada yuxarıda yəni zəhəbə feili qeyd olunmuşdu. Yəni nə üçün zəhəbə feili burada qeyd olunub? İrəlidə biz yəni bir feili götürüb həmin burada olan bu şəxs əvəzlərini bu feilin sonuna birləşdirəcəyik. Yəni zəhəbə feilinin tərcüməsi getdi. İndi cədvəldə bu necə baş verir? Onu inşallah götürəcəyik. Gördüyünüz kimi burada feillərə bitişik yazılan şəxs əvəzlikləri deyə qeyd var. Kişi və qadın cinsinə görə işlədilməsi. O da qeyd olunub. Biraz daha yuxarı çəkilir cədvəli bütün hamısı düşsün deyə. Bəli. İlk öncə zəhəbtu, mən getdim. Kişi və qadın cinsi üçün eyni formada işlədilir. Yəni burada qırmızı rənglə qeyd olunanlar hamısı nədir? Şəxs əvəzliklərdir. Yəni kişi və qadın cinsi zəhəbtu. Hər ikisi eyni işlədəcək. Zəhəbnə, biz getdik. Kişi və qadın cinsi üçün eyni formada işlədilir. Zəhəbtə, sən getdin. Kişi cinsi üçün. Zəhəbti, sən getdin qadın cinsi üçün. Zəhəbtumə, siz ikiniz getdiniz. Deməli, kişi və qadın cinsi üçün eyni formada işlədilir. Zəhəbtum, sizlər getdiniz. Kişi cinsi üçün. Zəhəbtunnə, sizlər getdiniz qadın cinsi üçün. Zəhəbət, qadın cinsi üçün işlədilir. Burada olan bu sükunlu tə, bu şəxs əvəzliyi deyil. Bunu inşallah irəlidə izah edəcək. Zəhəbə, o ikisi getdi. Kişi cinsi üçün işlədilir. Zəhəbətə, fikir verirsiniz, qadın cinsi üçün işlədilir. Tə qoşulur sonuna. Zəhəbu, onlar deməli getdilər. Kişi cinsi üçün işlədi. Burada olan
Yəni bu sonda gördüyünüz bu zəhəbuda bu olan bu əlif, yəni şəxs əvəzliyi deyil. Ona ayırt edici əlif deyirlər. Qadın cinsi üçün işlədilir. Deməli, zəhəbnə. Qadın cinsi üçün zəhəbnə. İndi siz bura fikir versəniz, huva burada yoxdur. Zəhəbə huva, o. O getdi yoxdur. Məsələn, qadın cinsi üçün işlədilir. Burada gördüyünüz kimi zəhəbət, o getdi. Lakin kişi cinsi burada yoxdur. Nə üçün yoxdur? İnşallah onun deyək, izahı irəlidə gələcək. Bu şəxs əvəzləri ilk öncə bilmək lazımdır ki, əgər şəxs əvəzləri feilin sonuna bu formada birləşərlərsə, nə olur? Fail olur. Yəni burada faildirlər. Yəni işi icra eləyən. Fail nə deməkdir? Onu da irəlidə keçəcəyik. Sadəcə olaraq bilmək lazımdır ki, biz xatırlayırsınızsa, bu feillərə başlayanda demişdik ki, feillər isimlərə təsiri baxımından təsirli və təsirsiz olaraq iki qrupa ayrılır. Tamam mı? Yəni ona görə nə bilmək lazımdır? Yəni feillər, bu qaydadır. Yəni bunu yazsanız yaxşı olar. Feillər deməli, üzr istəyirəm, şəxs əvəzlikləri feillərin sonuna birləşdikdə burada naqis feillərdən söhbət getmir. İndi inşallah irəlidə naqis feillər nə deməkdir və tam feillər nə deməkdir? Onu da inşallah irəlidə keçəcəyik. Şəxs əvəzlikləri feillərin sonuna birləşdikdə ya fail olurlar, ya da məf'ulun bih. Bunlar hamısı gələcək. Fail nə deməkdir, məf'ulun bih nə deməkdir? Yəni bunların ardıca hamısı bir-bir gələcək inşallah. Sadəcə olaraq qrammatik olaraq qeyd eləsəz, irəlidə bunun üzərinə bəzi qrammatik qaydalar da əlavə ediləcək. Deməli, keçik səhifə 99-a. Gördüyünüz kimi, zəhəbə feilini cədvəldə nümunə kimi qeyd etmişik. Feillərin sonuna qırmızı rənglə qeyd olunan hissələr isə bitişik yazılan şəxs əvəzlikləridir. Bu şəxs əvəzlikləri isim kateqoriyasına daxildir. Həmin şəxs əvəzliklərinin içərisində olan sükunlu tə, yəni zəhəbət, söhbət onunla gedir. Sükunlu tə hərfi isə hərf kateqoriyasına aiddir. Xatırlayırsınız, feil əlamətləri dərsinə sükunlu tə, həmin söhbət o sükunlu tədən gedir. Qeyd etmək istəyirik ki, cədvəldə qeyd etdiyimiz şəxs əvəzlikləri keçmiş zamana aiddir. Biz feillərlə bağlı dərsimizdə qeyd etmişdik ki, feillər zaman baxımından 3 qrupa ayrılır. Keçmiş, indiki və əmr feilləri. Gələcək zaman feilini düzəltmək üçün isə indiki zaman feilinin əvvəlinə sin və ya səvfə hərflərini əlavə etməklə düzəltmək mümkündür. Bu dərsimizdə feillərin zamana görə hallanmasını tam şəkildə sizlərə izah edəcəyik. Təbii ki, İndi hal-hazırda nümunələrdir və ondan sonra feillərin cədvəli gələcək inşallah. Yəni feilin şəxs əvəzləri ilə zamana görə işlədilməsinin cədvəli. Burada gördüyünüz kimi nümunə feillər zəhəbə, getdi, tərcəmə, tərcümə etdi, isteyqaza, yuxudan oyandı. Yəni bunlar feilin keçmiş zaman formasıdır və kişi cinsinə aiddir bunlar. Yəni zəhəbə o getdi, tərcəmə o tərcümə etdi, isteyqaza o yuxudan oyandı yəni. Gördüyünüz kimi nümunə üçün 3 ədəd feil qeyd etmişik. İrəlidə bu feilləri zamana görə şəxs əvəzlikləri ilə birlikdə hallandıracaq. Səhifə 100. Burada indi gördüyünüz kimi feillərin zamana görə şəxs əvəzlikləri birlikdə işlədilməsi. Fikir verin. İlk öncə zəhəbə, yəni feilini ənə şəxs əvəzliyi ilə cümlədə işlədəcəyik. Misal olaraq, ənə zəhəbtu iləl beyti. Yəni, burada əslində şəxs əvəzliyini işlətməsəz də olar. Zəhəbtu feilindən, yəni mən evə getdim anlaşılır. Lakin burada yəni kitabı müstəqil şəkildə oxuyan tələbəyə daha çox məlumat vermək üçün ənə şəxs əvəzliyini burada biz qeyd edirik. Deməsəniz də olar. Zəhəbtu iləl beyti, mən evə getdim olacaq tərcüməsi. Yenə də bilinəcək. Nədən bilinəcək? Tuğdan. Ənə zəhəbtu iləl beyti, mən evə getdim. Ənə əzhəbu iləl beyti, mən evə gedirəm. Ənə səəzhəbu iləl beyti, mən evə gedəcəm. Fikir versiniz. Zəhəbtu keçmiş zaman feilidir. Əzhəbu indiki zaman feilidir. Səəzhəbu isə gələcək zaman düzəlir. Yəni çünki sin artırılıb bura. Gördüyünüz kimi zəhəbə feili keçmiş zamanda bir cür, indiki və gələcək zamanda isə başqa cür işlənmişdir. Biz daha əvvəl qeyd etmişdik ki, ənə şəxs əvəzliyi həm kişi, həm də qadın cinsi üçün eyni formada işlədir. Yəni, bu cümlələri istifadə edəndə həm kişi, həm də qadın eyni formada istifadə edəcək. Bunun kişisi, qadını yoxdur. Növbəti feil tərcəmə, tərcümə etdi. Diqqətli olun. Ənə
tercemtul kitabe. Mən kitabı tərcümə etdim. Keçmiş zaman. Ənə utercimul kitabe. Mən kitabı tərcümə edirəm. İndiki zaman. Ənə səutercimul kitabe. Mən kitabı tərcümə edəcəm. Gördüyünüz kimi tərcəmə fiilini də cümlələrdə işlətdik. Eyni qayda əsasında fiilin həm keçmiş, həm indiki, həm də gələcək zaman formalarını formaları qeyd edildi. Səhifə 101. İndi isteyqaza. Görürsün, isteyqaza, yuxudan oyandı. Ənə isteyqaztu minən nəvmi. Mən yuxudan oyandım. Bu keçmiş zamandır. Tu. Ənə əsteyqizu minən nəvmi. Mən yuxudan oyanıram. İndiki zaman. Ənə səəsteyqizu minən nəvmi. Mən yuxudan oyanacam. Bu da gələcək zaman. Gördüyünüz kimi isteyqaza fiilini də cümlələrdə işlətdik. Eyni qayda əsasında fiilin həm keçmiş, həm indik, həm də gələcək zaman formaları qeyd edildi. İrəlidəki səhifədə fiilin zamanlara və şəxslərə görə dəyişməsini cədvəldə qeyd edəcəyik. Bura qədər 3 dənə fiil götürdük. Zəhəbə, tərcəmə, bir də isteyqaza. İndi keçirik sizlə növbəti səhifəyə, deməli səhifə 102-yə. Burada nə var? Burada zəhəbə fiilinin şəxs əvəzliklə və zamana görə, cinsə görə, belə deyək, tərtibi var. Bu necə baş verəcək, necə işlənəcək? Gördüyünüz kimi burada yuxarıda, cədvəl yəni tam olaraq hazırlanıb. Burada yuxarıda birinci yazılan şəxs əvəzlikləri. Bunlar hamısı şəxs əvəzlikləri və ayrı yazılan şəxs əvəzlikləridir. Qeyd eləmişdik onu. Daha sonra cins, yəni kişi cinsində yoxsa qadın, yəni hər ikisində işlədiləndə yaşlı rənglə qeyd olunub, kişi cinsi qara rənglə, belə deyək, qadın cinsi də qırmızı rənglə. Keçmiş zaman, yəni burada olan feillər, belə deyək, feil, yəni işlənmə forması keçmiş zamandır, burada olan indiki zamandır, digər tərəfdən ən sonda olan isə əmrdir. Hardakı x qoyulub, görürsünüz, burada nə var? X-lar var. Bu x-lar o deməkdir ki, yəni ki, bu feillərin yox, əslində bu şəxs əvəzliklərinin əmr forması yoxdur. Məsələn, mən özümə əmr eləyə bilmərəm. Ona görə bunun əmri yoxdur. Görürsünüz, burada x. Məsələn, nəhnu, biz özümüzə necə əmr eləyə bilərik? Bunun da əmri yoxdur. Daha sonra huva, onun da əmri yoxdur. Yəni, yanında olmayan bir şəxsi necə əmr eləyə bilərsən? Düzdür, ərəb dili qrammatikasında ona, onlara, o ikisinə əmr forması var. Lakin onun, belə deyək, başqa cür düzəlmə forması var. Bu şəxs əvəzləri içərisində deyil. İlk öncə düz cədvəli belə tam ekrana yerləşdirmək olmur. Çünki cədvəl böyükdür. Cədvəl böyükdür. Lakin bu sarı, belə deyək, yazını da burada saxlayıram ki, ümumi olaraq dərsi başa salmaq mümkün olsun. Məsələn, ənə. Ənə şəxs əvəzliyi cins olaraq kişi və qadın cinsi üçün eyni formada işlədilir. Keçmiş zamanda zəhəbtu, zəhəbə feilini götürürük də. Demişik ki, burada zəhəbə feili işlədir. Zəhəbtu, getdim, yəni mən getdim. Əzhəbu, mən gedirəm. Deməli, zəhəbtu keçmiş zaman, əzhəbu nədir? İndiki zaman. Əmr forması da yoxdur. Nəhnu, biz ikimiz, üzr istəyirəm, nəhnu bizlər. Şəxs əvəzliyi kişi və qadın cinsində eynidir. Zəhəbnə, getdik, yəni biz getdik. Nəzhəbu, gedirik, yəni biz gedirik. Əmr forması da yoxdur. Yəni, ənə və nəhnu şəxs əvəzlərin əmr forması yoxdur. İndi keçirik, deməli, digər şəxs əvəzlərin. Əslində elə başından deyim mən sizə, irəlidə dərsin gedişatında da möhkəmlənsin. Yəni, əmr forması olacaq əntə, ənti, əntumə, əntum, əntunə. 5 dənə şəxs əvəzliyi ilə. Burada gördüyünüz kimi əntə, ənti, əntumə, əntum, əntunə. Əmr formaları fikir verirsiniz, bunlardadır sadəcə, sonda. Yəni, bu əmrin altında görürsünüz, digər başda olan 2 ədədində x göstərilmişdir, yəni yoxdur. Bunlarda isə var və digərlərində də olmayacaq. İlk öncə əntə. Kişi cinsi üçün işlədilir. Daha öncə demişdik. Tərcüməsi, yəni sən demək idi. İndi demək istəyir ki, sən getdin. Deyirik ki, keçmiş zamanda zəhəbtə, sən getdin. İndiki zamanda təzhəbu, yəni gedirsən. Əmr, kişi əmr eləmək istəsə, deyəcək, izhəb, get. Bu kişi əmr formasıdır. İndi qadın cinsi, ənti. Qadın cinsində gördüyünüz kimi qadın cinsi yazılıb. Zəhəbti, sən getdin. Ənti zəhəbti, yəni sən getdin. Ənti təzhəbinə, sən gedirsən. İndiki zamanda təzhəbinə, feilin sonunu görürsünüz, yə və nun hərfləri artırılıb. Ənti təzhəbinə.
Qadın cinsinə əmr eləmək istəsək, təkdə olan qadın cinsi deyəcəyik ki, izhəbi, yəni get. Daha sonra entumə, kişi və qadın cinsi üçün eynidir bu, yaşlı rəylə qeyd olunub. Zəhəbtumə, ikiniz getdiniz. Yəni entumə, zəhəbtumə, siz ikiniz getdiniz. İndiki zamanda təzhəbəni, ikiniz gedirsiniz. Yəni siz ikiniz gedirsiniz. Təzhəbəni. 2 nəfərə biz əmr eləmək istəsək, 2 nəfərə. Onlara deyəcəyik ki, həm kişi, həm qadın cinsinə deyəcəyik ki, izhəbə, ikiniz gedin. İzhəbə, fikir verirsiniz, uzatmıyor burada. Entum, sizlər, kişi cinsi. Gördüyünüz kimi, keçmiş zamanda zəhəbtum, sizlər getdiniz, zəhəbtum. İndiki zamanda entum təzhəbunə, görürsünüz, entum təzhəbunə, gedirsiniz, yəni sizlər gedirsiniz. Yəni cəmdə olan kişi cinsinə əmr eləmək istəsəz, izhəbu, yəni gedin. İndi qadın cinsi, entunnə, qadın cinsi üçün zəhəbtunnə, entunnə, zəhəbtunnə, sizlər getdiniz, keçmiş zaman. Entunnə təzhəbnə, sizlər gedirsiniz. Deməli, indiki zaman qadın cinsinin cəminə, yəni bir neçə nəfər qadın cinsinə əmr eləmək istəsəz, izhəbnə, gedin. Bu cür əmr eləyəcəksiniz. İndi keçirik digər şəxs əvəzlərini. Gördüyünüz kimi bunların əntə, ənti, əntumə, əntum, əntunnə. Bunların hamısının əmri var. Yəni muxatab. Biz 3 yerə bölmüşdük. Mütəkəllim, öz haqqında danışan, muxatab, müraciət olunan, xitab edilən və qaib. Burada deməli əmr forması sadəcə muxatab üçündür. Yəni müraciət eləyəcəyimiz şəxslərə. İndi keçirik qaib damirlərinə. Huva, kişi cinsi üçün zəhəbə. Fikir versiniz, feilin özü işlədilib, zəhəbə. Biz feilləri necə götürmüşsünüz ki? Zəhəbə, isteyqaza, tərcəmə. Yəni, o keçmiş zamanda kişi cinsi üçün zəhəbə, feilin özü işlədilir. Ona görə biz onu həmin o cədvəldə, bundan öncəki cədvəldə qeyd eləməmişdik. Dedik ki, orada yoxdur. Nə üçün yoxdur, onu burada izah edirik. Yəni, huva zəhəbə, o getdi. Keçmiş zaman, huva yəzhəbu, o gedir. İndiki zaman, əmr forması da yoxdur. Hiyə, qadın cinsi. Zəhəbət, o getdi. Keçmiş zaman, hiyə təzhəbu, o gedir, indiki zaman. Burada diqqətinizi çəkmək istədiyimiz bir şey var. Fikir versəz, təzhəbu, qadın cinsində olan təzhəbu ilə əntə təzhəbu, kişi cinsinin, yəni muxatab, sən, eyni forması, yəni feillərdə eynidir. Bu sizi çaşdırmasın. Yəni əntə şəxs əvəzliyinin, deməli, indiki zamanı ilə təzhəbu, qadın deməli, şəxs əvəzliyinin indiki zaman təzhəbu formaları bunlar eynidir. Bunlar ikisi eynidirlər. Bu sizi çaşdırmasın. Yəni cümlənin gedişatından tutacaqsınız ki, bu nə deməkdir? Yəni kişi cinsində təzhəbu dedikdə sən gedirsən, əntə təzhəbu. Qadın cinsində o gedir deyəndə deyir ki, hiyə təzhəbu. Yəni bu sizi çaşdırmasın. Daha sonra humə, o ikisi. Kişi cinsi və qadın cinsi burada qeyd olunub. Fikir verin, humə kişi cinsi. Zəhəbə, o ikisi getdi. Keçmiş zaman. İndiki zamanda humə yəzhəbəni, o ikisi gedir. O ikisi gedir. Qadın cinsi üçün humə, fikir verin, qadın cinsi. Zəhəbətə, o ikisi getdi. Zəhəbətə, o ikisi getdi, yəni keçmiş zamanda. İndiki zamanda, fikir verin, təzhəbəni, o ikisi gedir. Kişi cinsində yəzhəbəni idi, qadın cinsində olur, təzhəbəni. Yəni, feillərdə biz demişdik ki, ayrı yazan şəxs əvəzlərində qeyd edən demişdik ki, bu şəxs əvəzlikləri həm kişi, həm qadın cinsi üçün eyni formada işlədir. Lakin feillərdə deyil. Yəni, feillərdə bu fərqlənir işlədilmədə. Kişi cinsində o ikisi getdi zəhəbə, qadın cinsində zəhəbətə. İndiki zamanda yəzhəbəni, qadın cinsində təzhəbəni. Bəli. İndi digərini hum, onlar, kişi cinsi. Demiş hum. Zəhəbu, keçmiş zamanda. Onlar getdilər. Hum yəzhəbunə, onlar gedirlər. Bilirsiniz necə dəyişir? Qadın cinsində hunnə, onlar. Zəhəbnə, uzatma yoxdur ya. Zəhəbnə, nun burada öz formasındadır. Yuxarıda isə biz gedirik, zəhəbnə, orada uzatma idi. Yəni burada zəhəbnə onlar getdilər. Keçmiş zaman yəzhəbnə onlar gedirlər. Bu da
deməli, indiki zaman. Və gördüyünüz kimi burada da bunların əmri yoxdur. Yəni əmr dediyimiz kimi 5 dənə şəxs əvəzliyində olur. Deməli dostlar, bu bizim deməli şəxs əvəzlilərinə aid olan dərsimiz idi. Dərs 1 saatdan artıq getdi. Yəni bu gözlənilən idi. Dərsdə bölmək istəmədik. Əgər siz özünüz yəni dərsi hissə-hissə dinləmək istəsəz, ayrı yazılan şəxs əvəzlilərini bir dinləyin, yəni izləyin. Bitişik yazılan şəxs əvəzlilərini də başqa cür. Nəyi də bilməsəz soruşa bilərsiniz inşallah. Bu da bizim dərsimiz. İnşallah gələn dərslərimizdən artıq belə deyək, biraz daha üst səviyyəli qrammatik qaydalara keçəcəyik. Gələn dərsimiz inşallah olacaq bizim deməli məstər haqqında. Məstər nədir? Məstər necə düzəlir? Məstər nə deməkdir? Hər bir feilin məstəri varmı, yoxmu? Bunlar hansı inşallah ələ alınacaq həmin dərsdə. Bugünlük dərsimiz bu qədər. Bu dərslərin sizlər üçün faydalı olmağını Allahdan diləyirik. İnşallah gələn dərslərdə görüşərik. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.